15 manata, hətta daha ucuza sizə elə bir ingilis dili üçün self-study paketi təklif edirəm ki, artıq başqa yerdə heç nəyi axtarmağa ehtiyac olmayacaq. Birinci, web sayta daxil olursunuz və listening, reading, qrammatika və speaking-dən ibarət diaqnostika testini edirsiniz və bunun nəticəsinə uyğun olaraq A0, A1, A2, B1 və B2 səviyyəsində sizə proqram verəcək. Mən ingilis dili hazırlaşan zaman ən çox yaşadığım problem öyrəndiyim sözlərin təkrar yaddan çıxması idi və bu da mənə əsəbləşdirirdi, motivasiyadan sarırdı. Bunu aradan qaldırmaq üçün web sayt elə dizayn olunub ki, sənin öyrəndiyin söz hər yerdə qarşına çıxacaqdır. Məsələn, siz bu web sayta daxil olursunuz, burada Unit 5-i seçirsiniz və burada Weddings and Funerals haqqında lüğətlər var. Burada sözlərin oxunuşu, izahatı, cümlədə işlənməsi, istəsəz öz istədiyiniz dilə tərcümədə, işarələyib, sonra onu flashkarta əlavə etmək kimi funksiyalar vardır. Və ən maraqlısı odur ki, lüğəti öyrəndikdən sonra öyrəndiyiniz lüğət elədiyiniz listeningdə də, readingdə də, qrammatika çalışmalarında da, speaking praktikasında da, flashkartda da və hətta sizə cümlələr verəcəkdir ki, həmin cümlələri öz dilindən ingilisinə tərcümə edəsən. Bunların hamısında qarşına çıxacaqdır. Və lüğəti öyrəndikdən sonra listening aktiv olur və siz bu listeningdəki testi eləmək üçün birinci mütləq bu listeningi başa düşməlisiniz. Və bunu başa düşmək üçün də siz Unit 5-dəki sözləri bilməlisiniz. Yəni ki, Unit 5-də öyrəndiyiniz sözlər listeningdə yenə qarşınıza çıxacaqdır. Və eyni məntiq readingə də aiddir. Yəni, reading mətnini başa düşüb çalışmaları eləmək üçün siz Unit 5-dəki sözləri bilməlisiniz ki, mətni oxuyub başa düşə biləsiniz. Və yenə eyni məntiq qrammatikada tətbiq olunubdur. Qrammatika elə təyin etmişəm ki, elə hazırlamışam ki, sən qammatikanı öyrənən zaman izahatlarla əlavə nümunə cümlələrə baxanda Unit 5-dəki sözləri təzədən görəcəksən. Yəni, Unit 5-in qrammatikası elə dizayn olunubdur ki, sən öyrəndiyin lüğəti təkrar yenə görürsən. Həm izahat bölməsində, həm homework bölməsində. Yəni, lüğəti qrammatikaya tətbiq edirsən. Və ən vacibi danışıq. Öyrəndiyiniz lüğəti danışıqda tətbiq etmək. Burada sizə sual verir, o suala cavab verirsiniz, rekord edirsiniz və AI sizə mövzu nə qədər əhatə eləmirsən, təzə lüğəti nə qədər tətbiq etmirsən haqqında feedback verir və sizə mümkün lüğəti göstərir ki, bunları işlədə bilərdin və sonda da nümunə cavab. Və öyrəndiyiniz sözləri unutmamaq üçün oyun oynarmış kimi lüğəti pratik edə bilərsiniz. Məsələn, burada sözü mənasına görə axtarmaq, cümlədə boşluğu doldurmaq və cümləni tamamlamaq çalışmalarından istifadə edərək lüğəti daha yaxşı yadda saxlaya bilərsiniz. Və ingilisini tərcümə etmək. Sistem analiz edir ki, siz lüğətdən, qrammatikadan hansı unitləri işləmirsiniz, ona əsasən sizə Azərbaycan dilində və ya rus dilində cümlələr verir və siz onları ingilis dilində tərcümə edirsiniz. Əlbəttə, sizin tərcümənizin qrammatik, lüğət və struktur cəhətdən düz olub olmadığını da yoxlayır.